Salam əziz dostlar, Romadan xəbərləri çatdırırıq Press Klub TV izləyiciləri üçün. Burada bugün Roma Papası Fransiskin məzara tapşırılma mərasimi böyük pompa ilə başa çatdı. Dünyanın bir çox dövlət başçıları iştirak etdilər bu mərasimdə. Əsas xəbər isə ondan ibarətdir ki, Trump Zelenski ilə bu mərasim məqamında danışdılar, görüşdülər. Trump'ın dediyinə görə çox konstruktiv və fantastik bir görüş oldu. Amma sosial şəbəkə səhifəsində Trump doğrudan da Ukraynanın tərəfində bir neçə cümlə yazıb. Hətta deyib ki, deyəsən Zelenski ilə görüşdən sonra mən başa düşürəm ki, Putin sülh istəmir. Yəni raketlər atmaqla Kiyevə, uşaqları öldürməklə ona elə gəlir ki, şübhələnir ki, Putin sülh istəmir. Hər halda Trump fikrini dəyişməkdədir. Zelenski ilə Trump'ın görüşü böyük təsir göstərib ona öz dediyinə görə. Yəqin ki, Vitkov Putinlə görüşəndən sonra Trump fikrini dəyişə bilər. Amma bugünkü xəbər bundan ibarətdir. Əziz dostlar, bizi izləyin. Mən Bakıya qayıdandan sonra Press Klub TV-də sizinlə bəzi məqamları müzakirə edəcəyik. Mən də Ukrayna nümayəndəliyinin bir neçə üzvü ilə burada görüşmüşəm və çox maraqlı xəbərlər, olduqca həm maraqlı, həm də sevindirici xəbərlər deyirlər. Bakıya qayıdandan sonra sizinlə birlikdə canlı efirdə bunları müzakirə edəcəyik. Tanrı sizi qorusun.